Bilirəm, göbələk deyəndə çoxları dərhal aptekə qaçır. Amma əsl həll təbiətin özündə gizlənib. Aspirin, sirkə və çay ağacı yağı ilə hazırlanan bu qarışım dırnaqları bərpa edir, göbələyi kökündən yox edir. Sonda sizə bu resepti necə düzgün istifadə etməli olduğunuzu göstərəcəyəm. Ona görə videonu sona qədər izləməyiniz çox vacibdir. Dəyərli izləyicilər, videoların analitikasına baxanda çox az adamın abunə olduğunu görürəm. Bizə dəstək olmaq üçün videoya abunə olub bildirimləri açmağı unutmayın. Dırnaq göbələyinin əlamətləri nələrdir? Dırnaq yaxınlığındakı dəridə daimi qaşınma, dırnağın quruması, saralması və daha sonra soyulması, parçalanması, ayağın dərisi qabalaşmağa, soyulmağa və qurumağa başlayır. Göbələk infeksiyası olan nahiyədə şişkinlik, barmaqlar arasında çatlar, yarılmalar, dırnaq kökünün qabalaşması nəzərə çarpır. Heç kim göbələkdən sığortalanmayıb. Bəs niyə hamı yoluxmur? Elmi araşdırmalar zamanı məlum olub ki, hər hansı xroniki xəstəliyi olmayanlar və ya göbələk infeksiyası mənbəyi olan nəsnələrlə, məkanlarla təmas etməyənlər bu problemdən tamamilə uzaq şəkildə həyat keçirə bilirlər. Risk qrupuna isə immuniteti ümumi zəifləmiş insanlar, həm də qalxana bənzər vəzi xəstəliklərindən, şəkərli diabet və piylənmədən əziyyət çəkənlər daxildir. Belə insanlar hava keçirməyən ayaqqabı, yaxud ayağına dar olan ayaqqabı, həmçinin sintetik corab geyinən kimi göbələyə yoluxurlar. Əgər göbələk infeksiyası uzun müddət davam etsə, təbii ki, müalicə üsullarına aspirin kimi dərmanlar da daxil edilməlidir. Göbələk əleyhinə vasitəni necə hazırlamaq olar? Effektiv məlhəmi hazırlamaq üçün lazım olanlar: birinci, aspirindir. Aspirin iltihabı aradan qaldırır və bərkimiş dırnaqları yumşaldır. İkinci, sirkə turşusu. Sirkə turşusu dəridə turşu mühiti yaradır və bakteriyaları öldürür. Üçüncü, çay ağacı yağı. Çay ağacı yağı digər maddələrin antiseptik təsirini artırır. Dördüncü, kokos yağıdır. Kokos yağı dərini yumşaldır və normallaşdırır. Hər biri 500 mg olan 5 aspirin tabletini əzib toz halına salın. Tozun üzərinə bir xörək qaşığı sirkə turşusu əlavə edin və yaxşıca qarışdırın. Bir xörək qaşığı çay ağacı yağından və bir xörək qaşığı kokos yağından götürün. Bunları da əvvəlki qarışıma əlavə edin. Qatı məlhəm alınacaq. Məlhəmi gündə bir dəfə zədəli nahiyəyə çəkin. Bir neçə saat qalsın. Sonra ilıq su ilə yaxşıca yuyun. Bu üsul göbələk əlamətləri yox olana qədər davam etməlidir. Xüsusi qeyd edim ki, məlhəmi istifadə etməmişdən öncə içindəki komponentlərdən hər hansı birinə qarşı allergiyanızın olub-olmamasını yoxlayın. Bunun üçün məlhəmdən qolunuza çəkin və bir neçə dəqiqə gözləyin. Əgər qızartı və ya yanma yoxdursa, demək rahatlıqla istifadə edə bilərsiniz. Faydalı məlumatlar üçün mənim kanalıma abunə olub bəyənməyi unutmayın. Bu videoda bu qədər. İzlədiyiniz üçün təşəkkürlər.